Gəlin narahat olub, axşam çağı saat təxminən 7-19 radələrində də yoldaşımla götürüb gəlmişik. Zəng eləyiblər Dürdana doktora, o da məsləhətin verib ki, filan iynələri vurun, nəticə filan əsməkan nəsə də, belə indi mən o uzun danışmaq istəmirəm. Xeyli ağdan sonra gəlin çıxdı ki, gedək. Nə oldu qızım? Dedi ki, deyirlər ki, doğuş qabağı bir şey görünmür da, proses görünmür. Yəni o gələn mayi elə belə şeydir. Amma 9 ayın tamamına təxminən 15 gün qalıb. Haradasa gələn ayın, yəni iyun ayının təxminən 15-i 20-si arası bunun qanuni doğuş günü olmalı idi. Yəni axırıncı dəfə uzunun verdiyi şeylə mən şəxsən özüm bir qaynatı olaraq, at olaraq hesabladım ki, bala, gələn ayın və iyun ayının 15-i 20-si arasına təxminən təsadüf eləyəcək inşallah, salamatlıq olsun. Yəni bu təxminən biz də bilirdik ki, ən azı 2-3 həftə var. İndi bu günləri səhər-səhər o sancılanıb təxminən 11-12 arası. Mən zəng elədim, mən də uzaqdaydım, böyük oğluma zəng elədim. O tez maşınla gətirib çatdırıb. Mən gəlib çatınca. Gəldim, dedilər gəlini götürdülər əməliyyata. Gəlin, indi doktor çıxanda qarşıladım, Emin doktor, cərrah. Doktor, başa dönümü vəziyyət, dedi, valla vəziyyət belədir ki, gəlini xilas eləyə bildik. O saat bildim ki, uşaq tələf olub. Doktor uşaq, dedi, uşaq ana bətnindəykən artıq əməliyyatdan qabaq tələf olmuşdu. Elə gəlinin də narahatlıq səbəbi, yəni canına qorxu, əsas o şeydəndir. Şükür Allaha gəlini xilas eləyə bildik. Şükür eləyim ki, gəlin xilas olub. Şikayətim həmən o gün, dünənki orada olan, 29-unda orada olan o akşer kadını, tibb bacısını bilmirəm, o adlarını çəkdim, Aytənlə Güneyr. Bir də növbətçi həkim bilmirəm, orada kim idi? O görünmədi, üzə çıxmadı. Bir də bax onlardan, deməli o tanımadığım, adım bilmədiyim kim olub bilmirəm. İndi də istədim içəridə araşdıranmadım. Hazırda Rüfanə Bayramova xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Qeyd edək ki, bu ananın 5-ci hamiləliyi olub.